Salam hörmətli YouTube və TikTok izləyiciləri, sabahınız xeyir. Sizləri yenidən xoş gördük. Bura Göygöl rayonundur. Göygöl rayonunun Üçtəpə kəndində bax qarşıda gördüyünüz 7,1 sot torpaq sahəsi satılır. Hal-hazırda mən sizə bax bu küçəni göstərirəm. Deməli, indi qarşıda təxminən 200-220 metrlikdən sonra C1 avtobus işləri, yəni Gəncədə bu avtobusu görmək mümkündür. Gəncə mən elə gəlir ki, baxın Üçtəpənin üst tərəfində olan Azosa qədər işləyir. Bu cürdür. Təxminən məsafə 200-220 metrdir. Mən bu cür ölçdüm. İndi isə həmin torpaq sahəsini göstərirəm. Dediyim kimi 7,1-dir. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqı edən sənəddir. Torpaq tökmə deyil. Burada gördüyünüz kimi torpaq tökmə torpaq yoxdur. Xüsusi mülkiyyətdir. Yaşayış məntəqələrinin sahələri gedir. Bax, sənəddə bu cürdə gedir. Yenidən mən sizə torpaq sahəsinin ərazisini göstərirəm. Ölçüsü necədir? Mən bax, sənəddə bu cür gördüm. Deməli 16 metr hər iki tərəfdir. Yəni bax bu tərəf, bir də ki arxa tərəf. Gördüyünüz kimi təxminən 7-8 ağac növü var. Qiyməti 26.000 manatdır. Mənə deyilənə görə qiymətində razılaşma olmalıdır. Yenə təkrar edirəm, sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. İşıq və qaz xətlərini görmək mümkün. Deməli, çıxarış olduqda bax bu dediyim xətləri çəkmək mümkündür. İcazə var qanun əsasında. Bundan başqa bax deməli ölçüləri belədir. Burada mən sənəddə baxdım. 43, bir tərəfdən 43-dür, bir tərəfdən 39-dur, hər iki tərəfdən 16-dır. Yəni bax belə bir torpaq sahəsinin qiyməti deməli 26.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən mən sizə torpaq sahəsinin ərazisini göstərirəm. Bax belə, sizlərə uğurlar.